Tabeli mürəkkəb cümlə, tabeli mürəkkəb cümləni tərəflərin bağlayan vasitələr. Bu bölməyə də aid 1-2 dənə testin izahına baxaq. Tərkib hissələri bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümləni müəyyən edin. Bağlayıcı söz sual əvəzlikləri ilə ifadə olunur. A-da deyir ki, elə xatirələr var ki, onları unutmaq olmur. Bu cümlə ki bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlədir. B-də istəyirsiniz, növbətçi həkimi çağırın. İstəyirsinizsə, növbətçi həkimi çağırın. İntonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlədir. Nə qədər yaxşılıq edirsə, o qədər əvəzini görür. Cavabımız C variantıdır. Bu cümlədə bağlayıcı söz nə qədərdir? Sual əvəzliklərindən ifadə olunur bağlayıcı söz və həmin sual əvəzlikləri suallıq funksiyasını itirməlidir. İkinci cümlədə də ona qarşılıq söz işlənməlidir. Nə qədər yaxşılıq edirsə, nə qədərə qarşılıqda o qədərdir. O qədər əvəzin görür. Bağlayıcı sözlə bağlanmış tabeli mürəkkəb cümlədir. Birinci budaq cümlə, ikinci isə baş cümlə gəlib. D-yə də baxaq. İndi ki, and içmisən, bir də onu xatırlama. İndi ki, bağlayıcıdır. Bu söz bağlayıcı ilə bağlanan tabeli mürəkkəb cümlədir. Bağlayıcı köməkçilik hissəsidir. Bağlayıcı sözlər isə sual əvəzliklərlə ifadə olunur. Mən o qədər yorulmuşdum ki, mətbəxdə əl-üzümü güclə yuya bildim. Burada da ki bağlayıcı ilə bağlanan tabeli mürəkkəb cümlədir. 2-də deyir ki, biri tərkib hissələri bağlayıcı ilə bağlanan tabeli mürəkkəb cümlədir. Baxın, bundan qabaq bağlayıcı sözü istəyirdi. Bu sual əvəzlikləri idi. İndi bağlayıcı deyil. Biz də bilirik ki, bağlayıcılar 2 yerə bölünür. Tabesizlik bağlayıcıları həmciz üzvlər və tabesiz mürəkkəb cümlələr arasında işləndiyi halda tabelik bağlayıcılarının bir işlənmə məqamı var. O da tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlədə biz artıq baxmırıq ki, bu cümlənin xəbərləri bir mübtəda ilə uzlaşır ya yox. Bu tabesizdə bizə lazımdır. Tabeli mürəkkəb cümlədə sırf cümlənin tərəflərini bağlayan vasitələrə fikir veririk. Bağlayıcı ilə bağlanmış tabeli mürəkkəb cümləni istəyir. Ana dilini açsan, adət-ənənələri tərk etsən, çox şey itirəcəksən. Bu cümlə feili şərt şəkli ilə bağlanmış tabeli mürəkkəb cümlədir. Rasim özünü elə aparırdı ki, qardaşında bir zərrə də şübhə oyanmasın. Cavabımız B variantıdır. Burada mən cümləni təhlil eləmədim. Baxmadım ki, xəbərlər bir mübtədaya aiddir, yoxsa yox, çünki tabelidə bu bizə lazım deyil. Baxıram, cümlənin tərkibində tabeli bağlayıcısı işlənib, deməli bu cümlə tabeli mürəkkəb cümlədir və ki bağlayıcı ilə bağlanıb. Birinci baş cümlə, ikinci isə budaq cümlə gəlib. Digər variantlara da baxaq. Cavabımız B variantıdır. Bağlayıcı deyil, 2-də tabelik bağlayıcısıdır. Kim ki cinayət edir, cəzasız qalmır. Burada bağlayıcı sözlə bağlanıb. Kim ki cinayət edir, o da cəzasız qalmır. Bəzən ikinci cümlədə qarşılıq söz işlənir, bəzən də intonasiya ilə əlavə eləmək olur. Kim ki cinayət edir, o da cəzasız qalmır. İntonasiya ilə bərpa eləyə bildim. Burada bağlayıcı söz işlənir. Səməd əmisinin tənəli sözlərini anlamış, amma özünü küskün göstərməmişdi. Burada tabelik bağlayıcısı işlənməyib. Cümlə belə olsaydı ki, hərçənd Səməd əmisinin tənəli sözlərini anlamışdı, amma özünü küskün göstərməmişdi. Cümlədə hərçənd tabelik bağlayıcısı işləndiyinə görə cümləni heç təhlil eləməyə ehtiyac yox idi. Həmin cümləni tabeli mürəkkəb cümlə götürəcəkdim. Bağlayıcı vasitəsi də tabelik bağlayıcısıdır. Amma tabeli mürəkkəb cümlədə belə bir variantımız yoxdur. Səməd əmisinin tənəli sözlərini anlamış, Səməd özünü küskün göstərməmişdir. Bu cümlədə xəbərlər bir mübtəda ilə uzlaşır. Anlamış, kimi anlamış? Səməd. Göstərməmişdi. Kim göstərməmişdi? Səməd göstərməmişdi. Bu həmciz xəbərli sadə cümlədir. Burada amma tabesizlik bağlayıcısıdır. Tabesizlik bağlayıcılarının da iki işlənmə məqamı var. Bir, həmciz üzvlər arasında, bir də tabesiz mürəkkəb cümlə arasında işlənə bilir. Burada həmciz üzvlər arasında işlənib. Amma tabelik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərəflərini bağlaya bilir. Məsələn, dediyim kimi cümlə belə olsaydı ki, hərçənd Səməd əmisinin tənəli sözlərini anlamışdı, amma özünü küskün göstərməmişdi. Bu cümlədə hərçənd tabelik bağlayıcıdır və tabeli mürəkkəb cümlələrdə cümlələrin xəbərlərin bir mübtəda ilə əlaqələnməsi, uzlaşması, bir mübtədaya aid olması bizə lazım deyil. Tabeli mürəkkəb cümlədə sırf cümlələrin tərəflərini bağlayan vasitələrə baxırıq. Əgər bir cümlədə tabelik bağlayıcısı varsa, cümlə tabeli mürəkkəb cümlədir. Bu həmciz xəbərli sadə cümlədir. Qonağa deməzlər, burada nə işin var?
Bu cümlədə intonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlədir. Çünki intonasiya ilə çox rahatlıqla bura ki bağlayıcısını əlavə eləyə bilirəm. Qonağa deməzlər ki, burada nə işin var? İntonasiya ilə ki-ni əlavə elədiyimə görə birinci baş, ikinci də budaq cümlə işlənib. Hansı tabeli mürəkkəb cümlədə bağlayıcı söz işlənmişdir? Altında deyir ki, sən haradan biləsən ki, o günahkardır. Bu cümlə tabeli mürəkkəb cümlədir. Hardan bilirəm? Çünki tərkibində tabellik bağlayıcısı işlənib və tabellik bağlayıcısı vasitəsilə bağlanan tabeli mürəkkəb cümlədir. Uşaqlar gəldimi, həyət bacanı səsküy bürüyürdü. Bu cümlə də tabeli mürəkkəb cümlədir. Heç cümləni təhlil eləmirəm. Baxıram ki, burada m ədatı işlənib. Deməli cümlə tabeli mürəkkəb cümlədir. M ədatı tabeli mürəkkəb cümlənin tərəflərini bağlayan vasitədir. Birinci budaq, ikinci baş cümlə gəlib. Səbrin yoxdursa, el içinə çıxma. Bu cümlə də tabeli mürəkkəb cümlədir və mən yenə də cümləni təhlil eləmədim. Çünki cümlədə sa, sə var. Birinci budaq cümlə, ikinci isə baş cümlə gəlib. Hansı kitabı oxuyuram? Məndə maraq oyadır. Cavabımız D variantıdır. Bağlayıcı söz burada hansıdır? Suallı funksiyasını itirib, ikinci cümlədə ona qarşılıq söz işlənməli idi. Amma intonasiya ilə bərpa eləyə bilirik. Hansı kitabı oxuyuram? O da məndə maraq oyadır. O kitab da məndə maraq oyadır. Bağlayıcı deməli tabeli mürəkkəb cümlədir. Bağlayıcı vasitəsi də bağlayıcı sözdür. E variantında hərçənd hamı gəlmişdi, amma iclas başlamırdı. Heç cümləni təhlil eləməyə ehtiyac yoxdur. Cümlə tabeli mürəkkəb cümlədir. Bağlayıcı vasitəsi də hərçənddir. Çünki cümlədə tabellik bağlayıcısı varsa, həmin cümlə tabeli mürəkkəb cümlədir. Hansı tabelsizlik bağlayıcısı tabeli mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirən vasitə kimi işlənə bilər, ancaq da ki, bu tabeli mürəkkəb cümləndə tərəflərini əlaqələndirə bilər. Gücümüzü bir yerə toplaya bilməsək, məhv olacaq cümləsində budaq cümlə, baş cümləyi hansı vasitə ilə bağlamışdı? Baxın, bilmək sözün kökü, ma inkar şəkilsi, sa feilin şərt şəklinin şəkilsi, bu isə şəxs sonludur. Feil şərt şəkli ilə bağlanıb, bir cümlədə şərt şəklinin şəkilsi varsa, cümləni təhlil eləməyə ehtiyac yoxdur. Həmin cümlə tabeli mürəkkəb cümlədir. Birinci gələn cümlə budaq cümlə, ikinci cümlə isə baş cümlədir. O yerə ki göndərirlər, mütləq getməlisən nümunəsində budaq cümlə, baş cümləyə bağlayan vasitə bağlayıcı sözdür. Biz dedik ki, bağlayıcı sözlər daha çox sual əvəzlikləri ilə ifadə olunur. Az hallarda bağlayıcı sözlərin ifadə vasitəsi dəyişə bilər. Məsələn, burada o yerə ki göndərirlər, orada mütləq getməlisən. Burada bağlayıcı söz budur. Amma bu dəfə sual əvəzliyi ilə ifadə olunmayıb. Yenə də bağlayıcı sözdür, çünki ikinci cümlədə ona qarşılıq söz gətirə bilirik. Hərgah onlar gəlməsələr, işlərimiz korlana bilər cümləsində budaq cümləni baş cümləyə bağlayan vasitələr. Hərgah bağlayıcıdır. Bu varsa tabeli mürəkkəb cümlədir. Bir də burada saisə feilin şərt şəkli var. Deməli, bağlayıcı sa şəkilçisi cavabımız D variantıdır. Haradan ki cavab gözləyirdin, oradan əlini üz cümləsində budaq cümləni baş cümləyə bağlayan vasitə. A variantı bağlayıcı sözdür. Haradan sual əvəzidir, suallı funksiyasını itirir. İkinci cümlədə də ona qarşılıq söz işlənib. Haradan ki cavab gözləyirdin, oradan da əlini üz. Burada sizə iki çaşdıra bilər ki, bu bəs tabellik bağlayıcısıdır, tabeli mürəkkəb cümlənin tərəflərini bağlayıb. Yox. Ki bağlayıcı olsaydı, iki cümləni bir-birinə bağlayır və iki cümlənin arasında burada işlənməli idi. Bu haradan ki cavab gözləyirdin, oradan da əlini üz. Haradan bağlayıcı söz vasitəsilə bağlanmış tabeli mürəkkəb cümlədir. Bağlayıcı sözlər daha çox sual əvəzlikləri ilə ifadə olunur. Cavabımız E variantıdır. Desək ki, bütün hallarda sual əvəzliklərlə ifadə olunur, səhv fikirdir. Az hallarda ifadə vasitəsi dəyişə bilər, amma daha çox sual əvəzliklərlə ifadə olunur. Hansı bağlayıcılarla bağlandıqda budaq cümlə həmişə baş cümlədən əvvəl işlənir? Biz bağlayıcıları iki yerə bölmüşdük. Tabesizlik bağlayıcıları heç. Məsələn, biz tabesizlik bağlayıcılarının işləndiyi bütün cümlələri tabesiz mürəkkəb cümlə götürə bilmirik. Çünki o bağlayıcılar həm həmciz üzvlər arasında işlənə bilər, həm də tabesiz mürəkkəb cümlə arasında işlənə bilər. Biz məcburuq ki, həmin cümləni təhlil eləyək. Əgər xəbərlər bir mübtəda ilə uzlaşırsa, deməli bağlayıcılar həmciz üzvlər arasında işlənir. Yox, əgər belə deyilsə, mürəkkəb cümlə arasında işlənəcək. Amma tabellik bağlayıcılarının cəmi bir işləmə məqamı var, o da tabeli mürəkkəb cümlə. Yəni, tabellik bağlayıcılarının işləndiyi cümlələri biz tabeli mürəkkəb cümlə götürürük. Burada deyir ki, hansı bağlayıcılarla bağlandıqda budaq cümlə həmişə baş cümlədən əvvəl işlənir. Bağlayıcılardan
Bir şərt bağlayıcısı, bir də güzəşt bağlayıcısıdır ki, onlar budaq cümlənin tərkibində işlənir və birinci budaq cümlə, ikinci isə baş cümlə gəlir. Burada cavabımız A variantıdır. Əgər şərtdir, hərçənd də güzəşt bağlayıcısıdır. Hansı bağlayıcılarla bağlandıqda budaq cümlə həmişə baş cümlədən əvvəl işlənir? Burada da cavabımız olacaq B variantı. Madam ki, indi ki, şərt bağlayıcıları işlənəndə birinci baş, daha doğrusu birinci budaq, ikinci baş cümlə gələcək. 12-də cərgələrin birində budaq cümləni baş cümləyə bağlayan bağlayıcı sözlər verilib. Deməli, B variantındadır bu. Hara, nə zaman, necə. Burada bu bağlayıcı sözlərlə bağlayıcıları qarışdırmayın. Bağlayıcı söz deyilsə, söhbət sual əvəzliklərlə gedir. Amma bağlayıcı deyilsə, bu artıq köməkçi nitq hissəsidir. Məsələn, çaşdırmaq üçün A variantında tabellik bağlayıcılarını verib. Bağlayıcı desəydi, hə, bunları seçə bilərdik. Bağlayıcı söz deyilsə, deməli, sual əvəzliklərinə baxırıq. Cərgələrin birində budaq cümləni baş cümləyə bağlayan yenə bağlayıcı sözlər verilib. Cavabımız A variantıdır. Kimlə, nə qədər? Məsələn, nə qədər istəyirsən o qədər al. Nə istəyirsən onu al. Kim istəyirsən onu da çağır. Əsmər pəncərəni bağladı, çünki güclü külək əsirdi. Tabeli mürəkkəb cümləsi nə ilə bağlanıb? Baxın, burada tabellik bağlayıcısı var. Deməli, mürəkkəb cümləsi ilə bağlı səhv fikri müəyyən edin. Deyir ki, birinci baş, sonra da budaq cümlə gəlib. Düzdür. Bu, səbəb və aydınlaşdırma bağlayıcıları işlənəndə birinci baş cümlə gəlir, ikinci də budaq cümlə gəlir. Bu, düz fikirdir. Budaq cümləni baş cümləyə bağlayan vasitə quruluş üçün mürəkkəbdir. Söhbət bu çünkidən gedir. Bu da səhv fikirdir. Cavabımız B variantıdır. Tabellik bağlayıcı ilə bağlanmışdı. Bəli, çünki tabellik bağlayıcısıdır. Baş cümlənin xəbəri quruluşca düzəltmə feillə ifadə olunub və keçmiş zamandadır. Baş cümlə birinci gələn cümlədir. Sözün kökü bağ, bağdan bağlamaqdır isə zaman şəkilçisidir. Düzdür. Quruluşuna görə düzəltmədir və zaman şəkilçisi var. Həmin zaman şəkilçisi də keçmiş zaman şəkilçisidir. Budaq cümlənin xəbəri idi hissəci ilə işlənmişdi. Baxaq. Külək əsirdi. Əsmək sözün kökü ir zaman, bu da idinin qısaldılmış forması. E-də düzdür. Cavabımız B variantıdır. Düz 2 ildir ki, Zərnigar xanım kənd qızlarını gözündən qoymurdu. Tabeli mürəkkəb cümləsi hansı vasitə ilə bağlanıb? Baxın, burada ki bağlayıcısı var. Birinci baş cümlə gəlib, ikinci də budaq cümlə. Bağlayıcı söz sual əvəzliklərlə ifadə olunur. Yoxdur. İntonasiya yox ki ilə cümlədə işlənib. Şərt şəkli yoxdur ki, aydınlaşdırma bağlayıcısı. Şərt bağlayıcısı da yoxdur bu cümlədə. Mirzə Cəlil başını qaldırsa da, müsahibinin gözlədiyi cavabı vermədi. Tabeli mürəkkəb cümləsində budaq cümlə, baş cümləyi hansı vasitə ilə bağlanıb? Baxın, burada sa var, amma təkcə sa yoxdur. Bununla bərabər ədat da var. Sa, üstəgəl ədat. Cavabımız B variantıdır. Şərt şəkilçisi var burada və ədat var. İndi ki, ixtiyar məndədir. Mən razı deyiləm. Tabeli mürəkkəb cümləsinin tərəfləri hansı vasitə ilə bağlanmışdı? A variantında çaşdırmaq üçün ki bağlayıcısını verib. Ki bağlayıcı olanda cümlənin ortasında işlənir. Özündən sonra vergül işarəsi qoyur. Bu cümlə E variantı şərt bağlayıcısı ilə bağlanıb. Birinci budaq cümlə gəlib. İkinci isə baş cümlə. Hansı tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanıb? Bağlayıcı yox, bağlayıcı sözlə. Onda A variantını çıxardırıq. Cümləni oxumağa ehtiyac yoxdur, çünki varsa bu tabeli mürəkkəb cümlədə birinci baş, ikinci də budaq cümlə gəlib, amma bu bağlayıcı ilə bağlanıb, bağlayıcı sözlə yox. Əgər hazırlaşıbsa, yaxşı cavab verəcək. Burada da deməli şərt bağlayıcısı var. Nə qədər deyiblər? Hə, cavabımız C variantıdır. Nə qədər deyiblər, o qədər də gətirərsən. Nə qədər sual əvəzliyidir, suallıq funksiyasını itirib və onu ikinci cümlədə qarşılıq söz işlənib. Nə qədər deyirlər, nə qədərə də qarşılıq, o qədər də gətirərsən. D-də deyir ki, elə oğul lazımdır ki bağlayıcı ilə bağlanıb ölümdən qorxmasın. Bütün günü işləmişdisə də yenə də yorğun deyil idi. Bu da sa ilə bağlanıb. 19-da deyir ki, kim ki öyrənməyi bilməyirsə ar, sudan dur, daşdan da gövhər çıxardar. Tabeli mürəkkəb cümləsi hansı vasitə ilə bağlanmışdır? Kim ki. Kim kiyə qarşılıq burada hansı sözü gətirə bilərik? O da. Deməli, bağlayıcı sözlə bağlanıb. Cavabımız C variantıdır.
Kotan nə bilir qayış nə çəkir cümləsində baş və budaq cümlənin yerini və bağlanma vasitəsini müəyyən edin. Bu cümləyə çox rahatlıqla ki bağlayıcısını əlavə eləyə bilərik. Kotan nə bilir ki, qayış nə çəkir? Deməli, bağlayıcı vasitəsi intonasiyadır. Biz ki deyə bilmərik, çünki ki cümlədə yox idi. Mən onu intonasiya ilə bərpa elədim. Ki ilə işlənirsə, birinci baş cümlə gələcək, ikinci də budaq cümlə gələcək. Cavabımız B variantı. Birinci baş, ikinci budaq, intonasiya. Məgər yaxşı işdir ki, 3 adamın arasında danışılan söz 100 adamın arasına çıxsın. Elə burada ki-ni görürük. Cümləsində baş və budaq cümlənin yerini və bağlanma vasitəsini müəyyən edin. Ki tabellik bağlayıcısıdır. Tabellik bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlədir. Ki varsa birinci baş, ikinci də budaq cümlə gəlir. Deməli, cavabımız birinci baş, ikinci budaq, A var. Yox, burada bağlayıcı söz intonasiya deyir. C variantıdır. Deməli, birinci baş, ikinci budaq cümlə gəlir və bağlayıcı vasitəsi də ki bağlayıcısıdır. Məni görmək istəsən, məktəb kitabxanasına gəl cümləsində baş və budaq cümlənin yerini və bağlanma vasitəsini müəyyən edin. İstəmək sözün kökü, S feilin şərt şəkli, bu da şəxs onluğudur. Deməli, şərt şəkli işlənən cümlə budaq cümlədir. Yəni, birinci budaq cümlə gəlir, ikinci də baş cümlə. Bağlanma vasitəsi də feilin şərt şəklidir. Birinci budaq, ikinci baş şərt şəkli ilə bağlanır. Cavabımız C variantıdır. Baxın, burada deyir ki, məni görmək istəsən, məktəb kitabxanasına gəl. Bu cümlədə sən istəsən, sən gəl, belə xəbərləri bir mübtəda ilə uzlaşdırıb həmciz xəbərli sadə cümlə götürmək olmaz. Çünki mən bunu dəfələrlə dedim. Həmin o qayda, yəni xəbərlərin bir mübtəda ilə uzlaşması, uzlaşmaması, bu bizə tabesiz mürəkkəb cümlədə lazımdır. Tabeli mürəkkəb cümlədə biz cümlənin təhlilini aparmırıq ki, bu cümlədə xəbərlər bir mübtəda ilə uzlaşır, yoxsa yox. Tabeli mürəkkəb cümlədə tərəfləri bağlayan vasitələrə baxırıq. Deyir, məsələn, hansı variantda tabeli mürəkkəb cümlə işlənib? Mən bilirəm ki, bu cümlədə ya bağlayıcı söz olmalıdır, ya tabellik bağlayıcısı olmalıdır, ədatlar olmalıdır, feilin şərt şəkli olmalıdır, düzdür, doğrudur, bu modal sözlərdən istifadə olunmalıdır. İntonasiya ilə ya ki-ni əlavə eləyirəm, şərt şəklini əlavə edirəm. Bu hallar olduqda həmin cümlə tabeli mürəkkəb cümlədir. Məsələn, burada baxıram ki, feilin şərt şəkli var. Deməli, cümlə tabeli mürəkkəb cümlədir. Bağlayıcı vasitəsi də şərt şəklidir. Artıq lazım deyil ki, burada xəbərlər bir mübtədaya aiddir, yoxsa yox. Tabeli mürəkkəb cümlədə sırf onun tərəflərin bağlayan vasitələrə baxırıq. Xəbərlər bir mübtəda ilə uzlaşa da bilər, uzlaşmaya da bilər. Əsas odur ki, onun tərəflərin bağlayan vasitə olsun. Deməli, klasteri tamamlayan fikirləri müəyyən edin. Xəbərlərindən biri feilin şərt şəklində olan cümlə. Əgər belədirsə, onda birinci budaq gəlib, ikinci də baş gəlməlidir. Bu fikirlə davam eləməliyik. Vergülsüz təsəvvür olunmur. Şərt şəklindən sonra vergül qoyulur, bu düzdür. Bağlayıcısız işlənmir, səhvdir. Əgər oxusa başa düşər. Ən azı 2 qrammatik əsasdan ibarət olmalıdır. Bəli, mürəkkəb cümlədirsə, mürəkkəb cümlənin 2 qrammatik əsası olur. Tərəflərin bağlanmasında mütləq ədat işlənir. İşlənə də bilər, işlənməyə də bilər. Oxusa başa düşər, burada ədat yoxdur. Oxusa da belə başa düşmədi. Hə, burada artıq şərt üstəgəl ədat var. Tərəfləri bağlayıcı sözlə bağlana bilməz. Bu da səhv fikirdir. Bağlayıcı söz işlənə bilər. Cavabımız onda burada 1, 3, E variantıdır. Bağlayıcı söz işlənmiş tabeli mürəkkəb cümlələri müəyyən edin. Biz bunun üçün tabeli mürəkkəb cümlələri müəyyənləşdirəcəyik, həm də tərkibində bağlayıcı söz olmalıdır. Dedik ki, bağlayıcı sözlər sual əvəzliklərlə ifadə olunur və həmin sual əvəzlikləri suallıq funksiyasını itirməlidir. İkinci cümlədə ona qarşılıq söz işlənməlidir. Ola bilər ki, o qarşılıq söz cümlədə işlənsin, ola bilər də ki, buraxılmış olsun, biz intonasiya ilə bərpa eləyək. Kim ki öyrənməyi ar bilmir, o istədiyinə nail olacaq. Elə birinci cümləni götürək. Kim ki, buna sual əvəzidir, suallıq funksiyasını itirir və ikinci cümlədə də ona qarşılıq söz verilib. O. Pislik niyə edirsiniz? Axı pislik görərsiniz. Burada niyə sual əvəzliyi var, amma bu bağlayıcı söz deyil. Nə tökərsən aşına, o da çıxar qaşığını, bəli. Üstdə var. Nə? Nəyə də qarşılıq odur. Akif hiss etdi ki, atasının ona hörməti artıb. Bu cümlə tabeli mürəkkəb cümlədir, amma ki bağlayıcı ilə bağlanmış cümlədir. Hara ata-ananın məhəbbəti ilə bəzənibsə, haraya qarşılıq baxın? Ora gözəldir. 5-də də var. Cavabımız 1, 3, 5.
Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Tabeli mürəkkəb cümlə, budaq cümlə, baş cümləyə hərçənd, indiki bağlayıcıları ilə bağlandıqda deməli, əvvəl budaq, sonra da baş cümlə gəlir. Fikir düzgün fikirdir. Biz də düzgün fikirləri seçməliyik. Baxaq. Budaq cümlə baş cümləyə sa şəkilsi və dadə ədatı ilə bağlana bilər. Düzdür, bağlayıcı vasitələr kimi bunlar da verilmişdi. Sonra deyir ki, budaq cümlə baş cümləyə may ədatı ilə bağlana bilər. Bəli, bu da düzdür. Məsələn, oxudumu başa düşəcək. Bəzən budaq cümlə baş cümləyə və bağlayıcı ilə bağlana bilər. Və bağlayıcı tabesiz mürəkkəb cümlənin və həmciz üzvləri arasında işlənə bilər. Budaq cümlə baş cümləyə yalnız intonasiya ilə bağlandıqda əvvəl budaq, sonra isə baş cümlə gəlməlidir. Belə də ola bilər. Əvvəl baş, sonra budaq cümlə də gələ bilər. Məsələn, ki bağlayıcısını əlavə eləsən, birinci baş, ikinci budaq gələcək. Amma sanı əlavə eləsən, birinci budaq, ikinci baş işlənəcək. Bəzən baş və budaq cümlənin yerini onları bağlayan vasitələrlə də müəyyən etmək olar. Bəli, bu düzdür, onu bağlayan vasitələr nədir? Məsələn, ki varsa biz bilirik ki, birinci baş, ikinci budaq cümlə gələcək və yaxud da sa varsa birinci budaq, ikinci baş cümlə gəlir. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerinə yazıla bilməz. Cümlələri təhlil eləyək və cümlələr üçün ortaq cəhətləri çıxardaraq olmayanı bura yazmalıyıq. Deyir ki, cəfa çəkməsən, səfa görməzsən. Çörək itirsən, çörək tapmazsan. Cümlə tabeli mürəkkəb cümlədir. Hardan bildim? Çünki burada feilin şərt şəkli işlənib, burada da şərt şəkli işlənib. Şərt şəkli varsa cümlə artıq tabeli mürəkkəb cümlədir. Həm də birinci baş, daha doğrusu budaq, ikinci də baş cümlə gəlib. Tərkib hissələri bir-birinə şəkilci ilə bağlanıb, düzdür. Feilin şərt şəkli ilə bağlanıb. Burada da var. Çəkmək sözün kökü, bu inkar, bu feilin şərt şəkli, bu da şəxs sonluğudur. İtmək, itirmək, şərt, şəxs sonluğu. Bir düzdür. Bunu bura yaza bilərik. Amma deyir ki, yazılmasın. 2-də deyir ki, birinci deməli budaq, ikinci baş cümlə gəlib. Bu səhv fikirdir. Şərt varsa birinci budaq, daha doğrusu deməli, birinci budaq, ikinci də baş gələcək. Burada da deyir ki, birinci budaq, ikinci baş gələcək. Hə, düzdür də bu. Birinci budaq, hər ikisində ikinci baş cümlə gəlib. Bu düz fikirdir, bunu götürmürük. Tərkib hissələri yalnız intonasiya ilə bağlanmışdır. 3-ü götürürük, çünki bu səhv fikirdir. 1-də düz idi, 2-də düz idi. 1-də deyir ki, şəkilçi ilə bağlanıb, şərt şəklinin şəkilçi ilə bağlanıb. 2-də də deyir ki, birinci budaq, ikinci baş gəlib, düzdür. Şərt varsa birinci budaq, ikinci baş gəlib. Amma 3-də deyir ki, tərkib hissələri yalnız intonasiya ilə bağlanmışdı. Artıq səhv fikirdir. Çünki feilin şərt şəkli ilə bağlanıb baxıb hər ikisi. 4-də deyir ki, əvvəlinə əgər, indiki, madam ki, bağlayıcılarını artırmaq olar. Bu artıq səhv fikirdir. Onsuz da burada şərt şəklinin şəkilçisi var. Yəni bağlayıcı vasitə var. Ona görə 4 də səhv fikirdir. Deməli 3 4 3 4. Başqa cavab yoxdur.